Əla, 12 noyabr üçün hər bürcün ən qısa konkret proqnozunu aşağıda təqdim edirəm. Hər bürcün adını ayrıca yazdım, dövr göstərmədim, hər birinə ümumi təhlil və sonunda qısa məsləhət əlavə etdim. İstədiyin formata uyğun. Bu gün enerjin yüksəlir. İşdə təşəbbüs göstərsən, diqqət çəkəcəksən. Münasibətlərdə biraz tələsik qərarlar konflikt yarada bilər. Gəlir mənbələri üçün kiçik, ağıllı addımlar uğurlu olacaq. Məsləhət. Əvvəlcə düşün, sonra danış, tələsik addımdan çəkin. Buğa dayanıqlı, praktik gün olacaq, planlarını gözəl icra edə bilərsən. Emosional sahədə sakit qalmaq faydalıdır. Lazımsız mübahisələrdən uzaq dur. Maddi məsələlərdə açıqlıq və detallara yoxlamaq pul axını artıracaq. Məsləhət, kiçik addımlarla məqsədə irəlilə. Əkizlər iletişasiya, görüşlər və qısa səfərlər üçün əlverişli gündür. Fikir mübadiləsi sənə yeni imkanlar aça bilər, amma sözlərinə diqqət et. Yanlış anlaşılma riski var. Yaradıcı yanaşma işdə üstünlük qazandıracaq. Məsləhət, dinlə, sonra cavab ver, sözləri seç. Hərçəng. Duyğusal intuisiyanın güclü olduğu gündür. Yaxınlarla bağları möhkəmləndirə bilərsən. Ev və ailə mövzularında kiçik nizam-intizam fayda verəcək. Enerjini düzgün bölərək həm işə, həm şəxsi həyata vaxt ayır. Məsləhət, öz ehtiyaclarını da unutma, sərhədlər qoya bil. Şir özünü göstərmək üçün yaxşı gündür. Liderlik qabiliyyətin görünəcək. Amma ego ilə həddini aşma, diqqət başqalarının hisslərinə də yönəlsin. Yaradıcı və maliyyə ideyaları üçün əlverişli anlar var. Məsləhət parla, amma bölüşməyi unutma. Qız, detallara diqqətin və təşkilatlanma qabiliyyətin səni irəli aparacaq. İş və sənədlərlə bağlı məsələləri bu gün bitirmək üçün yaxşı zamandır. Sağlamlıq və gündəlik rutinə diqqət kifayət qədər nəticə verəcək. Məsləhət planlı ol. Kiçik nizam böyük fərq yaradar. Tərəzi əlaqələr və əməkdaşlıq sahəsində harmoniyaya ehtiyac var. Kompromis sənin xeyrindir. Estetik və sənətkar işlərdə uğur qazana bilərsən. Vacib qərarlarda balansı qoruyub həm özün, həm başqaları üçün ədalətli ol. Məsləhət, dinləməklə başlayıb ortaq həll tap. Əqrəb, dərin düşüncə və fokus günüdür. Şəxsi məqsədlərə doğru sürətli irəliləyiş mümkündür. Hisslər intensiv ola bilər, impulsiv olmayın. Maliyyə və sirli mövzularda gizli fürsətlər ortaya çıxa bilər. Məsləhət, planlı gizlilik, hər şeyi açıq etmə. Oxatan macəraçılıq ruhun yüksəlir. Yeni öyrənmələr və əlaqələr üçün açıq ol. Amma məsuliyyəti də unutmamalısan. Sərbəstliklə ehtiyatı tarazla. Uzaq planlar üçün ilkin addımlar atmaq üçün əlverişli an. Məsləhət, yeni ideyalara bəli, lakin şərtləri yoxla. Oğlaq intizam və məsuliyyət hissin sayəsində işlər səliqəli irəliləyir. Karyera və uzun müddətli planlara fokuslanmaq üçün yaxşı gündür. Emosional tərəfdən soyuqqanlı olmaq əlaqələri